Salam, sabahınız xeyir, necəsiz? Biz də şükür Allah, yaxşıyıq. Neçə gündür video paylaşa bilmirəm. Bəzi işlərim var idi, video çəkə bilmirdim, üzürlü sayın. Mən dəyərli bacılarım. İndi dedim ki, Ayşən, video çək. Sən, bacılarım səni gözləyir, onun üçün də balaca qısa olsa da bir video çəkim sizin üçün. Dedim, bu gözəlliklərlə birinci sizi salamlayım. Yağış da yağıb axşamdan. Ağaçlar da necə gözəl yarpaqlayıb. O qədər gözəl çiçəklərin ətri gəlir. Çox gözəl, yəni ətri gəlir güllərin. Məni Türkiyədən də izləyirlər. Allah hər kəsdən razı olsun. Mənim Türkiyəli bacılarım da məni izləyir. Allah razı olsun hər kəsdən. Çox sağ olsunlar. Mənə dəstək olurlar Türkiyə bacılarım da. Allah hər kəsdən razı olsun. Allah canlarını sağ eləsin hər birinizin. İndi mən istəyirəm bu gün evləri təmizləyim. Düzdür, yerləri yığışdırmışam. Bir də yerlərimizi sərgiyə salmışam. Uşaqların yerlərini, özümün də, oğlumun da otağını bir də sərgiyə salmışam. Amma toz soğranıb siləcəm. Dedim, onu sizlə eləyim. Bu gülləri də valla dəyişdirə bilmədim. Heç nə vaxtım yoxdur ki, bu güllərin də qabını dəyişdirim. Əslində qasa bu qabı var. Amma ki, torpaqla dəyişmək lazımdır. Sonra bax, bu da maşallah o qədər gözəl açıb ki. Amma dəyişməliyəm. Vaxt edib dəyişə bilmirəm. Belə, uşaqlar dərsə gedibdir. Bir Ayan evdədir. Ayanı hələ vaxtı deyil. Ayanı gec gedəcək. İndi buradan başlayacağım. Buranı toz soğanım siləcəm. Yerlərini sərgəm salmışam. Şkafların üstünün tozunu silmişəm. İndi polunu toz soğanlayıb siləcəm. İnşallah. Otağı da sərgiyə salmışam. Bir dənə toz soğanı silməyim qalıb. Amma sərgiyə salmışam. Şkafların üstünü silmişəm. İndi bir dənə toz soğanı siləcəm. İki res paltar da var. Onlar da atım, onlar da yuyulsun. Tez onlar da atım.
Mənim bir izləyicim yazmışdı ki, bu ayaq altının üstünə qalın klyonkalardan sərə bilərsiniz. Yəni bulaşmır. Yəni tez-tez yumaya ehtiyac olmur. Üstünü silirsiniz, təmiz qalır. Mən o gün Vasmoya gedəndə fikrimdə tutmuşdum ki, alacaqdım. Tamam ağlımdan çıxdı. İnşallah yenə də yəni mağazinə girəndə mütləq gərək alam. Yəni çox gözəl bir fikirdir. Yəni sizə də bir fikir olsun. Ayaq altının üstünə belə qalın klyonkalar sərirsiniz və üstünü silirsiniz, elə də yəni təmiz qalır. Mən özüm də bu ayaq altını bir həftədən yuyuram da, özünüz də bilirsiniz. Yəni çox gözəl bir fikirdir. Allah razı olsun. İnşallah yəni fikrimdə tutmuşam, mütləq alacağam.
Buraları da yığışdırıb qurtardım. Buraları da sildim. İndi o birisi otaqlara keçəcəm. O birisi otaqları da siləcəm. İnşallah. Buraları da yığışdırıb qurtardım. Sərgəl düşdü. İndi gedib oğlumun otağını siləcəm. Buranı da yığışdırıb qurtardım. İndi keçib öz otağımızda sileyim. Sildim. Sizin için daha çekmedim. Ben sildim. Şimdi buranı sileceğim. Tez buranı da sileyim. Sonra hamam ayaqlı qalıb. Sonra onları yığışdıracağım. Buranı da sildim. Paltarı yanında qurtarıb. Bir dənə bura qalıb. Buranı da sileyim. Sonra hamam ayaqlarını da yuyub. Sonra paltarları sərəcəm. Saat da 3'tü. Sonra akşamında yemek pişireceğim. İnşallah. Hamamı da yudum. Bütün otaqları qurtardım. İndi keçib bir çay içməyə dəyər. İndi keçib bir çay içeyim. Sonra akşam yemeğimi pişireceğim. Akşama belə sobada ət pişirəcəm. Təzə kartuşka da alıb yoldaşım. Onları da üst altına düzəcəm. İnşallah. Belə. Uşaqlar da xoşlayır belə sobada ət. Özümüz də xoşlayırıq. İndi təzə kartuşkaları düzəcəm altına. Bunları da altta hazırladım biraz. Pul biber də vuram. Biz üst yoxdur yenik. Karıştırmayacağım. Karıştıranda kahlar əzilir. Birazdan karıştıracağım. Vuracağım. Biraz. Soğanı da yuyum. Böyle. Etimiz de hazır olur. Etimiz de pişir. Mən sizlərlə daha sağollaşıram. Allah'a emanet olun. İnşallah gələn videolarda görüşərək. Mənə dəstək olmayı unutmayın.